ödənişsiz şəkildə. Bir ədəd də başına banka təyin edildi. Vibromasaj məlumu damarda olan gərginliyi yumşaldır. Sonra hicama zamanı daha effektin gücləndirir. Həmişə Astraxanda qalanda boyun nahiyəsinin birinci 7 nömrə kupat təyin etmək daha məsləhətlidir. Qalan yerlərə 6 nömrə növbəti qulunc alt yerində həmişə lapatkanın tin hissəsinə qoymaq lazımdır və eyni ilə onun paralelində növbəti yerə qalırlar. Biri aşağı, biri yuxarı olmasın. Düzgün layihəsinə heç vaxt böyük banka qoyulmasın. Onurğanın üstüdür. Yeməkdə geniş olmasın. Bura işlədi. Bu ayağa gedən qanlar açacaq müəllimdə inşallah. Müəllimdə boyun layihəsində də yaxşıdır vəziyyət. Düzgün layihəsində də yaxşıdır vəziyyət. Bir vaxtda sağ bölən üstündə duzlaşma, kristallaşma var. Müəllim də özü bilir. Bəli, gecələr ayaqda olan tez-tez gedir. Ayaqlardır. Normal deyim, super deyim, normaldır. İnşallah ikinci seansda yaxşı olacaq. Bu layihədən əsas açıldığı üçün düzgün layihəsinə qal. Növbət seansı müəllimin ayaqlarını işləsə, nəticə əla olacaq. Müəllimin baş hissəsindən qaldı, baş hissəsindən bunu işləmirəm. Növbəti bir həftə 10 gün ərzində gələcək, ödənişsiz şəkildə bir ədəd də başına banka təyin edilir, müəllimin ikinci seansı hazırlayacaq. İnşallah ki, nəticə gördüyümüz üçün çox super əla qan çıxır, toksinli qanlar dəsəsə. Bu hamısı masajın nəticəsidir. Masajdan sonra olunan hicama həmişə nəticə belə olur. Allah özü şəfa versin, Allah kömək olsun. Çalışın, həmişə gözləməyin ki, nava xəstələrin hicamaya gidin. Vaxtına gəlin ki, tez-tez xəstələnməyəsiniz. Allah şəfa versin.